Hər vaxtınız xeyir olsun. Bu Venezuela hadisələri ilə bağlı bir şey danışmaq istəyirəm. Biz bilirik ki, artıq ABŞ Venezuelanın prezidentini qaçırıb. ABŞ düzmü eləyib, səhvmi eləyib, bu kimi mövzular artıq mövzulardır yəni. Çünki tarix boyu hər zaman güc olan deyib ki, mənim qaydalarım işləyir, mənim qanunlarım işləyir. Tarix, dövlətlər, güc həmişə belə işləyib yəni. Ümumiyyətlə dünya hal-hazırda belə izah edeyim, bir kənd halına gəlib. Buna siyasi terminologiyada qlobalizm deyirlər. Yəni belə təsəvvür edək ki, dünya bir qlobal kənddir və bu qlobal kəndin müəyyən güclər var ki, yəni müəyyən liderlər, müəyyən rəhbərlər bu qlobal kəndin sahibi olmaq istəyir. ABŞ, Rusiya artıq Çin də yəni bazara girib sahib olmaq istəyirlər. Bəs bunun Azərbaycan üçün, yəni bu qlobal kəndin sakini olan Azərbaycan üçün nə kimi yan təsiri, müsbət təsiri var? Venezuelada baş verən hadisələrin Azərbaycana nə kimi yan təsiri ola bilər? Biz neft ölkəsiyik. Neft ehtiyatlarına görə, rezervlərinə görə dünyada birinci yerdə Venezuela dayanır. 303 milyard barel neft ehtiyatı var. İkinci Səudiyyə gəlir, üçüncü də İraq və ya İran gəlməlidir. Azərbaycan neft ölkəsi olduğuna görə və 2026-cı ildə Azərbaycan təxmini $65 civarında öz neftinə dəyər biçib. Və analitiklərin dediyinə görə artıq Chevron kimi böyük şirkətlərin indi hal-hazırda Venezuela neftinə yəni sahibləndiyini, onu Avropaya, yəni dünya bazarına çıxaracağı danışılır. Və bu neftin $55 kimi düşəcəyi deyilir. Azərbaycan da büdcəsini $65-dan yəni hesabladığına görə artıq $10 bizim itkimiz var. Yəni hər bareldə $10 itki nə deməkdir? Onun il sonu artıq böyük bir kəsir yaranır. Bu isə artıq Azərbaycana çox ciddi təsir göstərir. Azərbaycan bu kimi hallarda çox sürətli bir şəkildə dövlət post-neft dövrünə keçid eləməlidir və sahibkarların önü belə deyək, çox ciddi şəkildə açılmalıdır. Vergi güzəştləri, gömrük güzəştləri, yəni bunu dövlət öz siyasəti tənzimləyir bunu. Mən detaylı danışmaq istəmirəm. İkinci olaraq bunun Azərbaycana nə yan kimi təsiri ola bilər? Artıq ABŞ-ın öz bu hərəkətinə legallıq qazandırması, digər belə deyək, o aktyorlar deyilir, digər aktyorların da, yəni Rusiyadır, Çindir, artıq bunlar da rahat şəkildə istədilər dövlətlər. Məsələn, Rusiya Ukraynadır, bugün sabah Azərbaycana da, Gürcüstana da girə biləcək. Yəni. O da özünə legallıq qazandıracaq, girəcək. Yəni. Və ya Çinin Tayvana girməsidir. Bu kimi hadisələr çox Azərbaycana belə deyək, mənfi təsirlər gətirə bilər. Dedik ki, yəni Rusiyanın Qafqaz siyasətinə ABŞ-ın bu hərəkəti belə deyək, legallıq qazandıra bilər. Ancaq hər şey belə olacaqmı? O da yəni tarix bizə göstərir ki, həmişə bumerang effektlər də olur. ABŞ burada ucala bilər. Çünki daxildə ABŞ-ın özündə də problemlər var. Qaradərli məsələsi var, etirazlar var, anti-Amerika siyasəti deyək, yəni ABŞ-a qarşı anti-ABŞ siyasəti deyək. Latin Amerikalar ölkələri, yəni burada nə qədər birləşə bilər, nə qədər bir antiçilik yarada bilər, belə bir məsələ ola bilər. Və yaxud Venezuelada partizan savaşları olma ehtimalı var. Bunu da analitiklər deyir. Bu isə ABŞ-ın yəni Əfqanistan və Vyetnam belə travmasını yenidən oyadacaq. Trump artıq respublikaçıların Trumpa qarşı belə məhkəmə iddiaları var. Çox ciddi yəni əks təsirlər də ola bilər. ABŞ üçün mənfi təsirlər əlbəttə ola bilər. Hətta təbii ki, hər şeyi zaman göstərəcək. Burada Venezuela xalqının necə bir tavır, necə bir duruş ortaya qoymasından asılıdır. Düzdür, yəni kütləvi düşüncə formalaşdırmaq bir xalq tərəfindən çox çətin olan bir şeydir. Burada belə deyək də ən qısaldaraq iki mövqeyə bölsək, bir ABŞ istəyənlər ola bilər, yəni ABŞ gəlsin,
biz yaxşı həyat quracaq bizə falan. İkinci də, yəni belə deyək də, o patriotlar ola bilər ki, ABŞ-a qarşı partisan savaş başladarlar. ABŞ-ı yıpratmağa yəni necə deyim, gücünü azaltmağa çalışırlar. Dediyim kimi yenə bunu da zaman göstərəcək. Çünki ABŞ xam malının 70%-ni, 60%-ni Latin Amerika ölkələri verdiyi bildirilir. Yəni bunda Latin Amerika ölkələri nə qədər embargo qoya bilər ABŞ-a, o güc nə qədər var onlarda, o da ayrı bir mövzudur. Zamanla hər şey, dediyim kimi, Venezuela xalqının ortaya qoyduğu duruşla bilinəcək.